Hamıya salam, əsasən qızlar sizə salam. Sizə elə bir məhsulla gəlmişəm. Hamımızın axtardığı o qaş sabitləyicisi. Faberlikdən tapmışam. Yəni bilirsiniz nədir? Həyat. Ağ saxlamır. Səhərdən bəlkə çıxmışam, qaşlarımı sabitləmişəm. Bir dənə bu tərəfə çıxmayıb da. Yəni həqiqətən çox gözəl məhsuldur. Belə eləyirəm. SS elib almaq istəyənlər Faberlikdə satılır. Burada sabitlədiyim səhifəyə yazsınlar. Faberlikdən vurun, qoşulun. Yəni mən də qrupdayım. Həqiqətən çox endirimli qiymətlə almışam. Normalda bahadır. Mənim qrupuma qoşula bilərsiniz. Öz ayrı qrupum var Faberlikdə. İstəyənlər sabitlədiyim səhifəyə yazsın, siz cavab verəcək. Və highlighter almışam özümə Faberlikdən. Bilirsiniz, mən parıldamayı çox sevirəm. Belə bir highlighterdır. Bu da mükəmməldir. Üzdə duruşun, yəni vuranda zaten üzümdə görürsünüz. Çox istifadə elədiyim highlighterdır. Belə göstərim. Baxın, bu axmır indi. Bir də kapatıcı. Çox qəşəngdir bu. Göz altına dolmur, pudra vuranda qırış-qırış olmur deyə çox bəyənirəm. Sonra belə bir iki dənə də gloss falan vurdum. Maraqlı gəldi ona görə. Bu glossdur. Bu da bu nədir? Vurmuşam. Bu nədir bilmirəm. Bunu açsın bir dənə. Deyirəm də bu göz üstünə vurulmaq üçündür. Parlaq göz simidir. Baxın, çox qəşəng rəngi var. Tünd makyaj sevənlər bayılacaqsınız. Bunu dedim toya falan gedəndə eləyərəm, yadıma düşdü. Sonra bir də dodaq qələmi vurmuşam. Ay, bunu açamıram, hə? Bu da belə bir şey. Bu da çox qəşəngdir. Və onun içinə vurmaq üçün pomada vurmuşam. Bunu da sizə göstərmək istəyirəm. Belə açsın qoy. Baxın. Qoy. Harada açılır? Hə, baxın. Qəşəng rəngi var. Bayağı qəşəng rəngi var. Çok güzel, çok güzel. İstəyən sabitlədiyim şəkildən vursun, amma mütləq bu kapatıcı ilə qaş sabitləyicini mütləq vurun, çünki qaşım 24 saatdır düşməyib.